Salam. Salam, salam. Nə olub? Yenə gəmilərin batıb deyəsən. İş görüşməsinə tək keçdi. İşə götürdülər, brat. Məzələnmə. Gözün aydın olsun. Bəs keyfi niyə yox desən? Görüş onlayn keçdi. HR bir qız idi. Sonra? Mənə deyir, bu CV-yə baxmayacam. LinkedIn profilimdə CV-də hamı professordur. Belə baxanda qız düz deyir. Prosta mənə deyir ki, məndən qabaq 7 nəfərdən görüşüb. Və xüsusən də qız işçi axtarırlar. Nəyə görə onlar yox, məni seçməlidir. Yəni bir sözlə mən özüm buna sübut eləməliydim. Hə? Sən nə dedin? Bilirsiniz, insanlıq yaranandan kişi nəyə əl atıbsa onu ən yaxşı formada eləyib. İlk ovçular olsun, ilk sərkəldələr, ilk səyyahlar hamısı kişilər idi. Hətta yemək pişirmək deyəndə bu dövrümüzdə belə ağlımıza qadınlar gəlsə də ən yaxşı aşpazlar kişilərdir. Evin səliqəsi deyəndə qadın yada düşür, amma dünyanın ən titiz dizaynerləri yenə kişilərdir. Hətta indi sizinlə danışmamıza imkan verən texnologiyanın, yəni internetə qoşulmaq üçün olan Wi-Fi rabitəsinin kəşfini belə kişilər eləyib. Maraqlı yanaşmadım Mikail bəy. Yəni deyirsiniz bu işi qadınlar görə bilməz eləmi? Mən demirəm qadınlar bacarmaz. Əlbəttə ki, onlar sizin verdiyiniz tapşırıqları yerinə yetirə bilər. Mən sadəcə deyirəm ki, mən bu tapşırıqları kişi kimi yerinə yetirəcəm. Həm ideal, həm də yaradıcı şəkildə. Təşəkkür edirəm Mikail bəy. İşə qəbul olundunuz. Sabahdan başlaya bilərsiniz. Çox sağ olun Fidan xanım. İnşallah sabahdan oradayam. Çox sağ olun. Yes! Əla qardaşım. Təbrik edirəm səni. Amma mən yenə də başa düşmədim. Sənin niyə keyfin yoxdur? Elə görüş qutaran kimi araşdırdım. Sən demə Wi-Fi sistemini, Bluetooth texnologiyasını, hətta GPS sisteminin siqnalını belə bir qadın kəşf edibmiş. Hedi Lamar. Yənisi odur ki, qardaş, tarixdə yenə bir kişi bacarığı qadınlara qalib gəldi. Üstəlik bu qalibiyyət bir qadın həqiqətinin kişi yalanına uduzması ilə baş verdi. Bəlkə də o HR heç vaxt həqiqəti bilməyəcək.